tamam olan işçilərə olan əmək münasibəti ilə bağlıdır. Bilirsiniz ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmanın son yaş həddi 65 yaşdır. Bundan sonra ya işçi pensiyaya gedir və yaxud da ki, işə götürənin razılığı ilə 70 yaşına qədər ildə bir il olmaqla və yaxud da ki, 6 ay başqa vaxtlarına onun müqavilə vaxtı uzadılır. Əslində burada müqavilədə yeni əmək müqaviləsindən söhbət getməli deyil. Sadəcə onun işə başlama və işi davam etmə müddətini müəyyənləşdirən əmrdən söhbət getməlidir. Bir çox işə götürənlər isə işçinin 65 yaş tamam olarkən praktikada belədir. Ondan əmək müqaviləsini pozur. Ondan bir gün sonra onu işə götürür, təzədən əmək müqaviləsi bağlayır 6 ay müddətinə. 6 ay tamam ondan sonra əmək müqaviləsini pozur. Bir gün sonra yenidən əmək müqaviləsi bağlayır ondan. Bütün bu yazışmalar və əmək müqaviləsinin şərtlərində də ola bilsin dəyişikliklər ola bilər. Bunlar hamısı aradan qaldırılır və bir dəfəlik göstərir ki, 65 yaş tamam oldusa, ondan sonraki devirlərdə işçi ilə əmək münasibətləri davam edəcəksə, yeni əmək müqaviləsi bağlamaq ehtiyacı yoxdur. İşə götürənin əmri kifayətdir ki, əmrdə göstərir ki, 6 ay mı, 1 il mi biz bununla əmək münasibətlərimizi yenə də davam etdirəcəyik.